Fermerin real dostu sizi Naxçıvandan salamlamaqdadır. Kənd Təsərrüfatı Nazirliyi son illərdə Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət ayırır. Ətraflı məlumat Kənd Təsərrüfatı Nazirliyinin və Aqrar Kredit İnkişaf Agentliyinin saytında mövcuddur. Fermerlər sığortaya maraqlıdırlarmı? Aqrar Sığorta Fondu 2024-cü ilin dekabrından etibarən Naxçıvanda ilk filialını açıb xidmətlərimizdən faydalana bilərlər. Naxçıvan üçün planlarınız nədən ibarətdir? Aqrar Tədarük Təchizat Açıq Səhmdar Cəmiyyəti tərəfindən bal yarmarkaları keçirilir. Naxçıvandan da fermerlər məhsullarını həmin yarmarkalarda satış imkanı əldə edirlər. Sahibkarlar sertifikatları alanda hər hansı bir çətinlik yaşayırlarmı? Sertifikatlaşma mərhələsində həm də dövlət nəzarəti tədbirləri zamanı qida və yem məhsullarından nümunələr götürülərək analiz olunması üçün təqdim edilir. Xüsusən aqrar sahədə məşğulluqla bağlı ümumi mənzərə necədir? Vətəndaş mövcud qanunvericiliyə uyğun olaraq işsiz kimi qeydiyyata düşə bilirsə, xərcləri dövlət tərəfindən qarşılanır. Bugün 17:20-də Fermerin real dostunda.